Gəncə Dövlət Universitetinin professor müəllim heyəti adından şikayət məktubunda universitetin rektoru və vəzifəli şəxslərinin ünvanına ağır ittihamlar səsləndirilib. Bölgə TV-yə daxil olan məktubda bildirilir ki, Gəncə Dövlət Universitetinin 75 yaşlı rektoru Yusif Yusibovun özbaşınalılıqları bitmək bilmir. Yox, heç nə deyirdik. Yəni ki, gəl burada biz düzəldək. Yəni pulu deyərdiniz də ki, pulsuz. Mən dedim, sən nə tələbəsən? 4 il oxuyursan. Bilirəm, 4 il oxuyuş bilirəm. Universitetdə onun qeyri-qanuni əməlləri ilə razılaşmayan şəxslər işdən azad edilir, ləkələnir, sosial şəbəkələrdə ailələrinin yanında biabır etdirilirlər. Şikayət məktubunda qeyd edilir ki, bir müddət əvvəl universitetin dəftərxanasının əməkdaşı ləkələnərək işdən azad edilmişdi. Bu xanım hər yerə şikayət etsə də baxan olmadı. Nəticədə həmin qadın universitetin ərazisində damarlarını kəsib ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də onun səsi bastırıldı və bu hadisə ilə bağlı heç bir araşdırma aparılmadı. Yusif Yusibov aldığı rüşvətin üstü açılmasın deyə öz keçmiş köməkçisini də ləkələyərək işdən azad etdi və öz adamları vasitəsilə TikTok platformasında onun barəsində böhtan xarakterli rüsva edici video yaydırdı. Həmin qadın həftələrlə xəstəxanada qaldı. Sonda isə evini sataraq Bakıya köçməyə məcbur oldu. Gəncə Dövlət Universitetinin professor müəllim heyəti adından göndərilən məktubda deyilir ki, Yusif Yusibov 22 yanvar tarixində axşam saat 19:00-da Gəncədə yerləşən Alov restoranında yaxın ətrafını başına toplayaraq məclis təşkil edib. Həmin qonaqlıqda bütün prorektorlar, dekanlar, müşavirlər, bir sözlə rektorun yaxın ətrafında 20-25 nəfər iştirak edib. Maraqlıdır ki, qonaqlığın xərcini özü ödəmək əvəzinə pulunu dekanlardan yığıb. Həmin qonaqlıq zamanı rektor yaşına yaraşmayan ifadələr işlədib. Bütün bu danışıqlar məqsədli şəkildə restoranın həmin otağında əvvəlcədən quraşdırılmış kamera vasitəsilə qeydə alınıb. Rektor həmin məclisdə Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin, o cümlədən Ülkər Səttarovanın, Emin Əmrullayevin və Tural Əhmədovun ünvanına uyğun olmayan sözlər işlədib. O bildirib ki, orada ən layiqli adam onun dostu Firudin Qurbanovdur. Ona daim müəyyən məlumatlar verir və o da buna uyğun fəaliyyətini planlaşdırır. O, həmçinin qeyd edib ki, İlqar Kubuşov regional kollecdə direktor işlədiyi dövrdə orada qayda qanun yaratmışdı. Lakin Elm və Təhsil üzrə agentlik axmağın birini ora direktor təyin edib. Bildirilib ki, onun başqa əlacı qalmayıb və bir gün gedib Xoşunu oradan təpi ilə çıxaracaq. Xoşu dedikdə Gəncə Regional Kollecinin direktoru Xoşqədəm Xudiyevanı nəzərdə tutur. Xoşqədəm Xudiyevaya qarşı mətbuatda və sosial şəbəkələrdə aparılan kampaniya Yusif Yusibovun xüsusi tapşırığı ilə ümumi işlər üzrə prorektor Samir Məmmədovun vasitəsilə maliyyələşdirilir. Xoşqədəm Xudiyeva protokola əsasən Gəncə Dövlət Universitetinin Elmi Şurasının üzvüdür. Lakin bu günə qədər bir dəfə də olsun Elmi Şuranın iclasında iştirak etməyib. Səbəb isə Elmi Şuranın iclas vaxtı barədə ona məlumat verilməməsi və dəvət olunmamasıdır. Əksinə rektor dəfələrlə bildirib ki, Xoşu nəzi bildir ki, bizim şurada iştirak etsin. O da bildirilir ki, laboratoriyada avadanlıq alınmır. Professor müəllim heyəti dərs vəsaitlərini, məqalələri və fən proqramlarını öz şəxsi vəsaitləri hesabına çap etdirir. Həmin materiallar universitetin kitabxanasına belə qəbul edilmir. Yalnız akreditasiya zamanı görüntü yaratmaq üçün müəyyən sayda kitabxanaya daxil edilib. Kafedralara, şöbələrə və dekanlıqlara hətta A4 kağızı belə verilmir. Kağız, papqalar, sabun, təmizləyici vasitələr və digər ləvazimatlar alınıb elə həmin gün müxtəlif obyektlərə satışa göndərilir. Universitetin tualet otaqlarında sabun və kağız belə yoxdur. Bunları dekanlara məcburən aldırırlar. Universitetdə olan kompüterlər və notebooklar yararsız vəziyyətdədir. Çünki universitetə alınarkən ən keyfiyyətsiz texnika baha qiymətə rəsmiləşdirilir. Rektorun qəbul günü yoxdur. Heç kimi qəbul etmir. O, Respublikada qəbul saatı olmayan yeganə rektordur. Nazir tərəfindən töhmət verilərək işdən azad edilmiş İlqar Kubuşov, Yusif Yusibov tərəfindən yenidən özünə müşavir təyin edilib. İlqar Kubuşovun ixtisası maşın qayırma texnologiyasıdır. Buna baxmayaraq, o əvvəlcə Musiqi Kollecinə direktor təyin etdirilib. Kollektivin ciddi narazılığı nəticəsində nazirin əmri ilə işdən azad edilib. Daha sonra Yusif Yusibov onu yenidən özünə köməkçi təyin edib. Müəyyən müddətdən sonra İlqar Kubuşov yenidən Gəncə Regional Kollecinə direktor vəzifəsinə gətirilib. Kollecdə yenidən narazılıqlar başladığından bu şəxs bir daha Təhsil Nazirinin əmri ilə töhmət alaraq işdən çıxarılıb. Maraqlıdır ki, Təhsil Nazirliyi tərəfindən dəfələrlə töhmət verilərək işdən azad edilmiş bir şəxsin yenidən yüksək vəzifələrə təyin olunması açıq-aşkar Nazirliyə meydan oxumaq deyilmi? İlqar Kubuşov Yusif Yusibovun qoşçularından biridir. Ötən illərdə o, Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Farizə İsmailzadəni rektorun qəbul otağında vəhşicəsinə döymüşdü. Farizə İsmailzadə uzun müddət müxtəlif instansiyalara şikayət etsə də, nə işinə bərpa oluna bilmədi, nə də İlqar Kubuşov barəsində hər hansı tədbir hələ də görülməyib. Harun İsrafiloğlu, Bölgə TV.